Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə bir mövzumuz var, hansı ki, naqillərin ardıcıl paralel birləşməsi və tutumların ardıcıl paralel birləşməsi. Bu iki hissəni şagirdlər qarışdırır. Bunun üçün sizə dəstək xarakterli bir video hazırlamaq qərarına gəldim. Deməli, mən ekranda elə hər ikisinin haqqında məlumatı verəcəm. Məsələn, bu tərəfdə biz naqillərin ardıcıl paralel birləşməsi, naqillərin ardıcıl, digər hissədə isə paralel. Yəni ikisi də gözümüzün önündə olsun deyə mən bir lövhədən istifadə elədim. Burada isə kondensatorların ardıcıl və paralel. Ardıcıl və paralel birləşməsi. İndi biz cəryandan danışaq, müqavimətindən. Müqavimətləri necə birləşdirəcəyik ardıcıl formada, eyni zamanda paralel formada. Siz bilirsiniz ki, ardıcıl birləşəndə naqillər, baxın, müqavimətlər yan-yana birləşmiş olacaqdır. Bir-birinin davamı kimi. Və burada hər birinin müqaviməti müxtəlif olur. Bununki R1, R2, R3 və s. İndi baxın, burada cəryanı biz necə verəcəyik? Cəryanı, əgər mənbədən gələn cəryan varsa, baxın, eyni formada, eyni miqdarda cəryan davam edəcək. Bu qırmızılarla göstərdiyim cəryanlardır. Yəni, ardıcıl birləşmədə i-nin qiyməti sabitdir. Və siz bilirsiniz ki, i bərabərdir, axı u bölünsün r-dir. Onda mən gərginliyi necə hesablayaram? Hər bir müqavimətin ayrı-ayrı gərginlikləri olduğu üçün mən orada gərginliyi göstərim sizə. Baxın. Gərginliyi göstərək. Məsəl üçün, buradakı V voltmetri V1 olsun. Burada V2 olsun. Burada V3 olsun. Hər birinin ayrı-ayrılıqda cəm olacaq. Olur ümumi U, U1 plus U2 plus U3 və s. Onda biz buradan U-nu tapası olsaq, U bərabər IR olduğundan fikir verin. U-ların hər biri açılacaqdır. Olur nə? I vur R bərabərdir I1, R1, I2, R2 və s. Onda hər tərəfdən i'lər ixtisar gedər, çünki bərabərdir axı. Qalır onda R ümumi bərabərdir R1, üstə gəl R2 və s. Əgər n sayılı olacaqsa, r-i vuracaqsınız n-ə. R ümumini axtarmaq üçün. İndi gəlin naqillərin biz baxaq paralel birləşməsinə. Paralel birləşəndə də sanki baxın bu formada. Mən bunu ayrı bir rənglə yazım, qarışmasın. Sadə halda olsun deyə mən elə 2 dənə müqavimət götürəcəm, artıq 3 dənə götürməyəcəm. Əsas məqsəd mövzunu anlatmaqdır. Baxın, burada artıq hər bir kondensatora, hər bir müqavimətə ayrılıqda bir voltmetr qoşulur. Düzdür? Amma bu voltmetrlər paralel olduqları üçün eyni göstərişə malik olacaqlar. Yəni, əgər bunun qiyməti, tutaq ki, R1, bunun qiyməti R2 olsa, müqavimətlər fərqlidir. Bu heç. Amma gərginliklər eyni olacaq. Paralel birləşmədə onun qiyməti sabit olur. Sonra sizə nəyi deyim? Baxın, cəryan mənbəyə gəlir. Sonra müqavimətlərdən asılı olaraq cəryan burada bölünür. Hər biri bölünür. Bax, bu formada davam edir. Buradan keçir. Belə və burada birləşərək və axırda düyün nöqtəsindən bax, bu formada keçir cəryan. Yəni, cəryan şiddətin düsturunu biz qeyd eləsək, I bərabər U bölünsün R. Baxın, müqavimətdən asılı olaraq cəryanlar tərs paylanacaqdır. Yəni, I1-in I2 olan nisbəti bizə verir R2 bölünsün R1-ə. Bu formada eləyə bilərik. Bir də ona əlavə deyim ki, uşaqlar, gəlin buradan biz gördük ki, məsəl üçün, gərginliklər sabitdir də. Ümumi cəryanı tapsaq,
nəyə bərabər olar? Ümumi cəryan bərabərdir I1 plus I2 olacaq. Düzdür? Onda gəl açaq. Hər birinin yerinə U böl R-ni qoyaq. Onda U bölünsün R bərabər U1 bölünsün R1 üstə gəl U2 bölünsün R2. Təbii ki, 3 olsa 3 dənə, 4 olsa 4 yerə belə yazırıq da, düzdür? Hər birində də u'lar sabit olduğu üçün ixtisarlar gedir. Qalır nə? 1 bölünsün R bərabərdir 1 böl R1 plus 1 böl R2. İndi buna fikir verin. Ortaq məxrəcə gətirib sadələşirsə R ümumi bərabərdir. Yuxarıda hasilləri, aşağıda cəmi. Və yaxud daha sadə halda yazsaq, əgər eyni müqavimətləri olsa, R bölünsün N yaza bilərsiniz. Mən bunu biraz daha uzadım. Burada ardıcıl birləşmədə uşaqlar baxın, i sabit olduğundan gərginlikləri paylasaq necə paylayarıq ona baxaq. Baxın, əgər i sabitdirsə, u ilə r düz asılıdır. Yəni u1-in u2 olan nisbəti r1-in r2 olan nisbətidir. Bu da belə. İndi biz baxırıq nəyə? Kondensatorlara keçək. Kondensatorlar ardıcıl birləşəndə nə olacaq? Bunu da başqa bir rəhlə yazaq. Məsələn, bənövşəyi olsun. Baxın, kondensatorlar ardıcıl birləşəndə eynən yenə də bu şəkildən olur. Bu formada. İndi sizə nə deyim? Bax, hər birinin ayrı-ayrılıqda bu kondensatorların tutumları var. Və hər birindən də eyni qədər yük keçəcəkdir. Yəni, ardıcıl birləşmək üçün bizdə yükün qiyməti sabit olur. Baxın, burada S tutumu S1, burada S2, burada S3 olsa, hər birində eyni qədər yük axını olacaqdır. Mənbədən gələn yüklər hər birində baxın bu formada yük nə qədər gəlirsə, axın elə sabit olacaq. Q, Q, baxın, Q sabit olacaq. Bu belə. Bunda yazıram Q konstant. Və eyni zamanda siz bilirsiniz ki, S bərabərdir Q bölünsün U-dur. Onda S ilə U necə asılı olar? Tərs. Yazarıq S1-in S2-yə nisbəti, U1-in, U2-nin U1-ə nisbəti. Sonra indi buna fikir verin. Yüklər sabitdir. Gərginliyi axtarsam nə edərəm? Ümumi gərginliyi axtarmaq üçün mən sadəcə toplayacağam. Çünki hər birinin ayrı-ayrılıqda gərginliyi olacaq deyə ümumi gərginlik bunların cəmidir. U ümumi bərabər U1 üstə gəl U2 üstə gəl U3 və s. İndi bunları açaq. Bax, U-nu buradan tapsam olurmu? Q böl S. Məntiq odur. U-nu tapanda nə alınırsa yerinə qoyursunuz. Olur Q1 bölünsün U1 üstə gəl Q2 bölünsün U2. Onda yüklər hər birində ixtisarlar getsə qalır. U1 yox, S. Bağışlayın, burada məndə hesab səhvidir. Deməli, burada Q böl S, Q böl S1, Q böl S2. Aha. Qalır 1 böl S bərabər 1 böl S1 plus 1 böl S2. Yəni, S ümumini tapası olsaq, daha sadə halda S1 vur S2, S1 plus S2. Və yaxud da S ümumi bərabərdir, S bölünsün N-dir. İndi siz gəlin paralel də yazaq. Paralel halda olanda necə olacaq onu da yazaq. Sonra indi sizə burada nəyə diqqət eləmək lazımdır deyim. Paralel halda olduqda da kondensatorlarda yenə də müqavimətlərdə olduğu kimi gərginliklər sabit olur. Amma bu dəfə gələn yüklər ki var ha, mənbəyə gələn yüklər. Bunlar hər biri baxın bölünəcəkdir. Q1 bura yazıram, Q2 bura yazıram. Bax, bu ümumi yük gəlir ha mənbəyə. Onlar bölünürlər. Bunun ayrı-ayrılıqda tutumları var. Bu S1 olsun, bu S2 olsun. Amma hər birinin ayrı-ayrılıqda gərginlikləri var. Biz buna, məsəl üçün, voltmetr qoşası olsaq, məsəl üçün, burada bir V voltmetr V1 varsa, burada artıq bir V2 olmalıdır. Və onların qiymətləri bir-birinə bərabərdir. Çünki paralel birləşmədir. U deməli sabitdir.
İndi fikir verirsiniz nəyə? Əgər u sabitdirsə, yenə s bərabərdir q böl u yazıram. Yaxşı. Mənim yüklərim də toplanır axı. Q bərabərdir. Ümumi Q. Q1 plus Q2'dir. İndi ikisini yazmışıq biz. Bəs burada Q-nü tapası olsaq olurmu? SU. S vuraq U. Onda yazıram S vur U bərabərdir S1 U1 üstə gəl S2 U2. Sonra nəyə fikir verin? Hər birində paralel olduğu üçün u'lar sabitdir deyə ixtisar gedəcək. Qalır ümumi S bərabərdir S1'in üstünə S2 gəlirsiniz. Və yaxud da S ümumi bərabərdir S vurulsun N yazaram. Yəni eyni tutumlu olarsa vurulacaqdır. İndi mən burada ekranın hamısını kiçildim. Baxın vəziyyətə ki, oxşar durum necədir? Baxın. Burada əvvəl ona diqqət eləməlisiniz ki, baxın, ardıcıl birləşmədə nə sabit oldu? Cəryanlar üçün. Yəni sabit cəryan bölməsində. Ardıcılda i sabitdir. Amma kondensatorların ardıcılında nə sabitdir? Q sabitdir. Paralel onsuz da həm kondensatorda, həm naqillər üçün hər ikisində u'dur onsuz da. Və burada bir dənə fərqli nüans nədir? Sabit cəryanda bizim düsturumuz i bərabərdir, u bölünsün r'dir. Amma kondensatorlarda S bərabərdir Q bölünsün U'dur. Burada əsas sizi çaşdıran yer odur. Müəllim, müqaviməti mən ya bölürəm, ya vururam, çaşıram. E, Ardıcıl paralel axı naqillər üçün başqadır, kondensatorlar üçün başqadır. İndi burada nəyə fikir versəniz siz çaşmazsınız. Bax, birinci burada gərginliklərin yeri fərqlidir. Cəryan üçün gərginlik fikir verin sürətdədir. Tutum üçün gərginlik məxrəcdədir. Və mütləq ki, imtahanda vaxtınızı aparsa belə, əgər ki əzbəriniz yoxdursa, yadınızdan çıxırsa, qarışdırırsınızsa, riskə atmağa dəyməz. 2 dəqiqə gec olsun, amma mütləq şəkli çəkin, məntiqi tutmağa çalışın. Baxın, burada cəryan ardıcıl birləşmədə dövrəyə nə qədər gəlirsə, ardıcıl eyni xətt üzərində eyni cəryanlar olacaqdır. Ona görə dəyişmir. Bilin ki, i sabitdir. Sonra burada yəni heç kim dahi deyil də. Bilirsən ki, ayrı-ayrı hər birinin gərginliyi varsa, mütləq ümumi gərginliyi axtarsa mən toplamalıyam. V1-i, V2-ni, V3-ün qiymətlərini. İndi kondensatorların paralel birləşməsində U'ya baxın. Daha doğrusu kondensatorlar ardıcıl birləşməsində. Hər bir kondensatorda nədir? Ayrı-ayrı gərginliklər var. Yenə də mən U'ları toplayıram. Fikir verin. Amma burada nə sabitdir? Yük sabitdir. Çünki tutumun düsturu Q bölünsün U'dur. İndi mən burada u'ları topladığıma görə yenə u'nu açıram. Q böl s'dirsə yerinə qoyub ixtisarlar aparıb düstur alıram. Keçirəm naqillərin ardıcıl birləşməsinə. Artıq burada cəryan şiddətin düsturunu yazanda görürəm ki, ümumi cəryan şəklə baxanda fikir verin. Dövrəyə gələn cəryan burada artıq toplanır. Qütb nöqtəsindən paylanır. E, Belə deyək də bu düyün nöqtəsindən paylanır və ayrı-ayrılıqda gərginliklər əslində eyni qiymətlər alır. Burada cəryanlar isə müqavimətdən asılı olaraq tərs qiymətlərdə bölünürlər. Və ümumi cəryan şiddəti yekunda toplanmalıdır. Baxın, burada göstərirəm. Eyni zamanda ümumi cəryan şiddətini sonra açırsınız da. I bərabər U böl R ifadəsindən aça bilərsiniz. Sonra bizim burada U böl R-i açdıqdan sonra baxın, mən yazmışam hər birini. Siz burada artıq ixtisarlar da aparırsınız. U'lar getdi çünki eyni gərginlikdir. Vəssalam, R bölünsün. İndi əsas sizi çaşdıran yer bax buradır. Burada bizim göstərdiyimiz baxın, burada R bölünsün N'dir. Burada S vurulsun N'dir. Yəni paralellərdə fərqlilik var. Burada R vurulsun N'dir ardıcılda. Burada isə S bölünsün N'dir. Yəni mütləq ki, gəliş yolunu bilsəniz, imtahanda sizin üçün bir çətinliyiniz olmayacaq. Ümid edirəm ki, sizdə bu bölmədə az da olsa bir dəstəyim dəymiş oldu. Sağ olun, gecəniz xeyrə qalsın.